Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle yeni bir derse başlıyoruz. Bizim bugünkü dersimiz qrammatika hakkında olacaq. Biz qrammatik qaydaların ən sadə formada və tərtibli şəkildə izahını sizlərin nəzərinizə çatdıracağıq inşallah. Deməli, gördüyünüz kimi biz burada qrammatik qaydaları cədvəl formasında rəqəmlərlə birlikdə və təriflərlə birlikdə qeyd etmişik. Və təbii ki, biz bunların bütün xırdalıqlarını sizlərə izah edəcəyik inşallah. Sizin üzərinizə düşən, yəni bu cədvəl formasında olan bu dərsi dəftərinizə yazıb, daha sonra isə əzbərləməyinizdir. Deməli, dərsimizə keçirik beləliklə. Gördüyünüz kimi burada ənva'ul kələmi, sözün növləri deyə bir qeyd vardır. İlk öncə bu nədir? Bunu izah eləyək və daha sonra dərsimizə davam eləyək. Deməli, ənva'ul kələmi, sözün növləri. Ərəb dilçiləri, ərəb dili qrammatika kitablarında sözləri 3 yerə ayırırlar. Yəni, ərəb dilində sözlər 3 yerə ayrılır. Ağızdan çıxan sözlər 3 qrupa ayrılır. Deməli, birinci qrup ismun, isim, yəni isimlər. İkinci qrup fe'lun, feil, yəni feillər. Üçüncü qrup isə harfun, yəni hərflər. İndi biz bunları izah eləyəcəyik. İsim nə deməkdir, feil nə deməkdir, hərf nə deməkdir. Bura qədər əzbərləyəcəyimiz şey olmalıdır ki, ərəblər, yəni ərəb dilçiləri, ərəb dili qrammatika kitablarında sözləri 3 qrupa ayrılırlar. Deməli, isim, feil, hərf. Keçirik deməli ismun, isim. İsim nədir? Gördüyünüz kimi ismin burada tərifi qeyd edilib. Deməli, isim nə deməkdir? İsmin tərifi. Müstəqil məna daşıyan və zamanla əlaqəli olmayan sözlərə isim deyilir. İsmin 5 əlaməti var. Deməli, bu tərifin özünün izaha ehtiyacı var. Müstəqil məna daşıyan deyildikdə və zamanla əlaqəli olmayan sözlər deyildikdə nə başa düşülür? Müstəqil məna, məsələn, siz indi hal-hazırda oturmusunuz, dərsi izləyirsiniz. Və ola bilər telefondan izləyirsiniz, ola bilər kompüterdən izləyirsiniz, fərq etməz. Ətrafınızda gördüyünüz, məsələn, başınızı qaldırıb indi hal-hazırda ətrafa baxdığınız, ola bilsin otaqdasınız, ola bilsin çöldəsiniz, fərq eləməz. Ətrafınızda gördüyünüz hər bir şey isimdir. Niyə? Çünki hər bir şeyə ad qoyulub. Hər bir şeyin adı üzərindədir. Yəni, adlanan hər bir şey isimdir. Telefon, kompüter, məsələn. Ata, ana, fərq eləməz. Stəkan, taxta, daş, dəmir, ümumi olaraq masa, soyuducu, paltaryuyan və s. Bunlar hamısı müstəqil məna daşıyır. İnsan adları, heyvan adları, planetlər, çaylar və s. Canlılar və cansızlar, fərq eləməz. İsim həm canlılara aiddir, həm də cansızlara, həm aqillərə, həm də qeyri-aqillərə, yəni insan olan varlıqlara, şuurlu varlıqlara, həm də şuursuz varlıqlara. Deməli, isim adlanan hər bir şeydir və adı üzərində olan hər bir şey isimdir. Zamanla əlaqəli ona görə deyil ki, yəni isim ümumi olaraq hərəkət və yaxud hadisəyə dəlalət etmir. Yəni, belə deyək, Muhammed keçmişdə də Muhammeddir, indi də Muhammeddir, gələcəkdə də Muhammed olacaq. Məsələn, hər hansı bir şey, fərq eləməz. İsim. Taxta, keçmişdə də taxtadır, indi də taxtadır, gələcəkdə də taxtadır. Yəni, zamanla əlaqəli deyil. Adı üzərindədir və adı dəyişməz olaraq da qalır. Deməli, ismin tərifi. Adlanan hər bir şey isimdir. Müstəqil məna daşıyan və zamanla əlaqəli olmayan sözlərə isim deyilir. İsmin 5 əlaməti var. Biz bu dərsimizdə inşallah irəlidə ismin bu 5 əlamətlərini sizlərə izah edəcəyik. Deməli, sözün ikinci növü olan, deməli, fe'lun, feil. Feil nə deməkdir? Feilin tərifi. Hər hansı bir işə, hadisəyə dəlalət edən və zamanla əlaqəli
olan sözlər və əməllər feil adlanır. Feilin 4 əlaməti var. Deməli, hər hansı bir işə, hadisəyə dəlalət edən deyildikdə və yaxud zamanla əlaqəli olan sözlər və əməllər deyildikdə nə nəzərdə tutulur, nə başa düşülür? Deməli, hər hansı bir işə fərq eləməz. Oturmaq, durmaq, yatmaq, oynamaq, qışqırmaq, gülmək, ağlamaq, evlənmək, boşanmaq, uşaq dünyaya gətirmək, ata olmaq fərq eləməz. Bunlar hamısı nədir? Feillərdir. Yəni, zamanla əlaqəlidir. Məsələn, getmək. Mən getdim keçmişdə, keçmiş zaman. Mən gedirəm indiki zaman. Mən gedəcəm, məsələn, gələcək. Və yaxud əmr eləyirəm, get. Ərəblər ümumi olaraq, yəni ərəb dilçiləri, ərəb dili qrammatika kitablarında feili 3 qismə ayırırlar. Zaman baxımından. Keçmiş zaman, indiki zaman və əmr forması. Gələcək zamanın isə xüsusi düzəlmə forması var. Bəzən indiki zamana keçmiş zamanda deyirlər. Çünki hal-hazırda davam etməkdə olduğu üçün və hal-hazırda bitmədiyi üçün gələcək zamanı da özündə əhatə edir. Yəni bu başqa mövzudur. Bunu irəlidə feilin əlamətləri dərsində izah eləyəcəyik inşallah. Deməli, feil nədir? Feil hər hansı bir işə və yaxud hadisəyə, hərəkətə dəlalət edən və zamanla əlaqəli olan, belə deyək, sözlərdir və yaxud əməllərdir. Və feilin zamanla əlaqəli 3, belə deyək, forması var. Keçmiş, indiki və əmr forması. Keçmiş zaman nə deməkdir? İndiki zaman nə deməkdir? Əmr forması nə deməkdir? Bunu da öz məqamında irəlidə izah eləyəcəyik. Deməli, keçirik sözün 3-cü növü olan hərfun, yəni hərf. Hərf nə deməkdir? Hərfin tərifi. Özlüyündə məna daşımayan, lakin isim və feil ilə birlikdə işləndikdə mənası anlaşılan qrammatik qaydalara hərf deyilir. Bu nə deməkdir? Hərf deyərkən biz burada ərəb dilində olan 28 hərfi mi nəzərdə tuturuq, yoxsa burada başqa bir şey mi var? Təbii ki, burada başqa bir şey var. Ərəb dili qrammatika kitablarında sözün növlərindən bəhs edilərsə və yaxud bəhs edilərkən orada ərəb dilində olan 28 hərf nəzərdə tutulmur. Burada xüsusi hərflər vardır ki, o hərflər cümlədə işlədilərkən, yəni onlara məna hərfləri deyirlər. O məna hərfləri cümlədə isim və feillə birlikdə işlədilərkən mənası tam aydın olur. Yəni özlüyündə məna daşımır. Özlüyündə götürüb onu tərcümə eləsəz heç bir mənası olmayacaq onun. Heç bir şeyə dəlalət eləməyəcək. Yəni faydasız bir şey olacaq. Lakin siz onu cümlə tərkibində isimlə və yaxud feillə birlikdə işlətsəniz, mənası tam aydın olacaq. Deməli dedik, hərf deyərkən burada ərəb dilində olan bütün hərflər nəzərdə tutulmur. Burada olan xüsusi hərflər var. Onlar nəzərdə tutulur və hərflər özü də 2 yerə bölünür. Onu da inşallah irəlidə izah eləyəcəyik. Deməli, bura qədər bizim əzbərləyəcəyimiz nə olacaq? Sözün növləri. Sözün neçə növü var? Cədvəldən də göründüyü kimi sözün 3 növü var. İsim, feil, hərf. Hər birinə izah verdik. İsmin tərifi nədir? Feil nə deməkdir? Hərf nə deməkdir? Hamısı gördüyünüz kimi ekrandadır. Bunu bu cürdə əzbərləmək lazımdır. Daha sonra keçirik ikinci mərhələyə. Deməli, dedik ki, ismin 5 əlaməti var və keçirik indi ismin əlamətlərini izah eləməyə. Əlamət deyildikdə nə nəzərdə tutulur və əlamətlər hansılardır? Deməli, gördüyünüz kimi burada ismin əlamətləri deyə bir qeyd var. Ekrana diqqət edin. İsmin əlamətləri. Və biz burada ismin 5 əlamətini cədvəl şəklində qeyd etmişik. Əlamət deyərkən nə nəzərdə tutulur? Yəni, əlamət nədir? Yəni, siz bu şeyləri, burada qeyd olunan qaydaları hər hansı bir sözdə görsəniz, o sözün ism olduğuna hökm edəcəksiniz. Yəni, dəqiq biləcəksiniz ki, bu söz isimdir. Çünki biz bilməliyik isim necədir, isim necə düzəlir, feil nədir, feil necə düzəlir, hərf nədir, hərflər necə olur. Yəni, biz bunları bir-birindən ayırmalıyıq. Çünki irəlidə qrammatika dərslərində e'rab dərsləri var və orada bizə bu çox lazım olacaq. Yəni, biz bunları bir-birindən fərqləndirsək, irəlidə bizim işimiz çox yüngül olacaq və ərəb dilində çox irəli getmiş olacaq. Deməli, ismin birinci əlaməti əlif-ləm. Əlif-ləm. Məsələn,
El-kitabu, kitab. Ed-defteru, defter. Gördüyünüz kimi burada el-kitabu sözündə qırmızı rənglə qeyd olunan hərflər nədir? Əlif, ləmdir. Əlif, ləm. Bu əlif, ləm nə üçün sözlərin başında yazılır və yaxud sözlərə birləşir? Olmaz ki, sözlər əlifləmsiz yazılsın. Əlifləmin tərifi odur ki, əlifləm müəyyənlik artiklidir. Əgər əlifləm, yəni bu sözə daxil olmasa, söhbətin hansı kitabdan getdiyi bəlli olmayacaq. Yəni kitab deyildikdə mən indi hal-hazırda desəm ki, kitab. Sizin ağlınıza hər hansı bir kitab gələ bilər. Çünki müəyyən deyil. Ancaq el-kitabu desəm, burada artıq mən müəyyən bir kitabı qəsd eləyirəm. Deməli, məsələn, əd-dəftər. Dəftər desəm, mən hər hansı bir dəftər ağla gələ bilər. Ancaq mən hal-hazırda əd-dəftəru deyirəmsə, burada mənim qəsd etdiyim bir dəftər var. Söhbət o dəftərdən gedir. Deməli, əlifləmin funksiyası nədir? Əlifləm müəyyənlik artiklidir. Və siz hər hansı bir sözdə əlifləmə rast gəlsəniz, net, dəqiq bir şəkildə biləcəksiniz ki, bu söz isimdir. Çünki feillər və hərflər, belə deyək, əlifləm qəbul etmir. Birinci əlaməti bitirdik. İsmin deməli ikinci əlaməti. Ət-tənvinu, yəni tənvinlər. Tənvinlər deməli sözlərin axırında yazılır. Ən, in, un. Yəni bu formada. Ekrana diqqətlə baxsaz, görəcəksiniz yazılış formasını. Məsələn, beytun, ev. Beytin yenə evdir. Beytən yenə evdir. Yəni bu hərəkələrin burada fərqli şəkildə qeyd eləməyinin, belə deyək, fərqli qrammatik izahı var. Bizi maraqlandıran odur ki, biz bilək ki, hal-hazırda burada qeyd olunan ən, in, un deməli tənvinlərdir və tənvinlər ismin əlamətindəndir. Siz hər hansı bir sözdə tənvin görsəniz, o sözün ism olduğunu qəti bir şəkildə bilməlisiniz. Çünki tənvin isimlərə xas olan bir əlamətdir. Nə üçün burada bir dəfəsində beytun, digər beytin və digərində isə beytən olaraq qeyd olunub. Bunlar irəlidə gələcək inşallah. Deməli, ismin üçüncü əlaməti əl-kəsratu. Kəsra. Məsələn, əs-səyyərati. Bax, görürsünüz, sözün bu sonunda, yəni hərfin altında yazılan bu düz xətt kəsra adlanır. Əl-beyti. Əl-beyti. Burada da deməli kəsra qeyd edilib. Burada əslində ismin iki əlaməti var. Bir əlifləm, bir də kəsra. Bizi hal-hazırda maraqlandıran kəsradır. Biz hər hansı bir sözdə kəsra görsək, biləcəyik ki, həmin söz isimdir. Çünki kəsra ismin əlamətlərindəndir. Burada, belə deyək, xırda bir şey də izah etmək istəyirəm, kiçik bir məsələni. Bəzi hallarda feil də, belə deyək, kəsra qəbul edə bilər. Lakin bu istisnadır. Biz hər hansı bir sözdə kəsraya rast gəlsək, biləcəyik ki, o söz nədir? İsimdir. İstisnalar irəlidədir inşallah. Biz indi əsasları öyrənirik. İrəlidə istisnaları da qeyd edəcəyik. Daha sonra yə hərfi. Yə hərfi. Bu yə hərfi də ismin əlamətlərindəndir. Necə yəni ismin əlamətlərindəndir? Məsələn, oxuyuruq. Yə Muhammedu, ey Muhammed. Məsələn, yə Zeynəbu, ey Zeynəb. Bu yə hərfi çağırılış hərflərindəndir. Yəni çağırış hərflərindən. Yaxında və uzaqda olan çağırmaq üçün, yəni istifadə edilən munədə. Yəni hurufun nidə deyirlər buna. İrəlidə gələcək inşallah. Yəni çağırış hərflərindən olan bir hərfdir. Ya Muhammed, məsələn, bir şəxs çağırsan, ey Muhammed, məsələn, ya Zeynəbu, ey Zeynəb, məsələn, insan adları qeyd etmişik burada biz, ümumi olaraq. Yəni, ya hərfi ismin əlamətlərindəndir. Yəni, necə ismin əlamətlərindəndir? Ərəb dilində sağdan sola yazılır, gördüyümüz kimi. Biz ya hərfindən sonra hər hansı bir sözün yazıldığını görsək, biləcəyik ki, nədir? O söz isimdir. Çünki ya hərfindən sonra daima isimlər qeyd olunur. Ola bilsin, başqa bir isimlərlə rastlaşarsınız ki, heç o, məsələn, Muhammedun, Muhammed, Zeynəbu, Zeynəb, bilirsiniz ki, yəni məruf olan, bilinən adlardır. Ona görə hal-hazırda bizə bəllidir ki, bəli, bunlar isimdir. Ola bilər, yədən sonra hər hansı başqa bir isim gəlsin və siz onun tərcüməsini bilməyəsiniz. Təbii ki,
lüğətə, sözlüyə baxmayınca yəni. Yəni qayda çıxır buradan. Yəni Y hərfindən sonra gələn sözlər nədir? İsimlərdir. Bu da 4-cü əlamət. Daha sonra huruful cərri. Hərf-u cərlər və yaxud ön qoşmalar. Ön qoşmalar nədir? Biz sadəcə olaraq burada bəzilərinin, belə deyək, tərcüməsini qeyd etmişik. Deməli, birinci hərf-u cər, ön qoşma min. Tərcüməsi dan, dən. İkinci fi. Tərcüməsi da, də. Təbii ki, biraz artırma var. Da, də, içində. Yer burada məhdud olduğu üçün tam olaraq hamısını qeyd etməmişik. Daha sonra ilə, a, ə, ya, yə, doğru tərəf. Alə üzərində, yəni üstündə. Bə, la, lə. Təbii ki, bunların hamısını irəlidə izah eləyəcəyik. Belə deyək, nümunələrlə, cümlə şəklində və xırdalıqları təbii ki, sizin diqqətinizə çatdırmaqla. Deməli, ön qoşma nə deməkdir? Yəni, birinci gəlir ön qoşma, ondan sonra gəlir söz. Deməli, bu ön qoşmalardan, yəni bu hərf-u cərlərdən sonra gələn sözlər də isimlər olacaq. Çünki hərf-u cərlər, yəni bu ön qoşmalar isimlərin əlamətindəndir və bunlardan sonra gələn sözlər mütləq bir şəkildə isimdir. Deməli, gördüyünüz kimi burada ismin 5 əlamətini qeyd etdik və dedik ki, bu əlamətlər xas olaraq ismə aiddir. Əgər siz bu əlamətləri hər hansı bir sözdə görsəniz, net bir şəkildə biləcəksiniz ki, həmin söz isimdir. Deməli, dostlar, bizim gələn həftədən inşallah qrammatika dərslərimiz başlayır. Biz bu videonun şərh bölümündə bəzi məlumatlar yerləşdirəcək və əlaqə saxlamaq istəyənlər bizimlə əlaqə saxlayıb həmin dərslərdə iştirak edə bilərlər inşallah. Əgər hər hansı bir sualınız olsa, YouTube kanalımızda şərh bölümündə yazıb bizlərə bildirə bilərsiniz. Yəni, inşallah biz irəlidə bu qrammatik qaydaları cədvəl şəklində, yəni bu cür tərtibli şəkildə və sadə izahla sizlərə çatdıracaq. Bugünlük bu qədər. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.